Bakının Xətai rayonu Məhəmməd Adi küçəsində Həzrət Aslanov metro stansiyasının yaxınlığında yerləşən çox mərtəbəli yaşayış binalarından birində yanğın hadisəsi baş verib. Mən indi gəlmişəm, xəbərim yoxdur. Evdən zəng vurdular, sizə dedilər ki, yanğın baş verib. Xeyr, mən burada yaşayıram. Sadəcə eşitdim ki, yanğın hadisəsi baş verib. İndi gəlmişəm, yanğından əsər əlamət yoxdur hələ ki, şükür Allaha. Burada deyirdim, amma mən təzə gələndə mənə xəbər verdilər ki, dayısı psixoloji bir disparsiyadan qaçıb, yandırıb evi. Bu xəbəri mən bildim ancaq. Biz də məhəllə sakinləri yanğın oldu. Necə yanğın oldu? İlk öncə yanğın olmadı. Kişinin desəm psixoloji hər hansı bir problemləri olub. Kimin? Oğlun psixoloji problemləri var? Əslində kişi yaşlı bir kişidir. Yəni bir 50 yaşı olardı demək olar. Yəni psixoloji problemləri olan kişidir. Hə, bəlkə özü idi problemi olan. Mən bir də onu gördüm ki, birinci başladı evi dağıtmağa. Deyilənə görə pəncərədən əsaslı səslər gəldi. Balta ilə belə xaladenik falan açıb vururdu. Elə ondan sonra da kişi birinci pərdəni yandırmaq istədi, yandıra bilmədi. 2 dəfə, 3 dəfə yandırmağa çalışdı. Hasiyenə də buradaydım. Bəs heç nə yanğın oldu. Birinci kişi deyilənə görə psixoloji problemləri var idi. Heç nə burada dağıtdı evi. Nəsə deyəsən basitə mübahisəsi olmuşdu öz aralarında. Sonra heç nə evi yandırdı. Bir də eşitdiklərimizə görə yuxarı qonşulardan kimsə xəsarət alıb boğulmağa görə. Amma dəqiq biz belə eşitdik, yəni ki, yuxarı qonşulardan kimsə xəsarət alıb. Yəni kişi də ki, sağ-salamat çıxarıldı oradan. Fövqəladə işçiləri sağ olsun. Mübahisə zamanı siz buradaydınız. Hə, buradayım. Yuxarıdan hansı əşyalar atıldı? Aşağı əşyalar atılanda kimsə xəsarət aldı aşağıda? Heç kim xəsarət almadı. Deyəsən kiminsə mülkləri, maşınlarda xəsarət aldı, amma belə özləri heç kim xəsarət almayıb. Mülklə bağlı dava etdi da evdə, düzdür? Hə, elə işləmiş, amma elədir. Yəni evin satılmasını və ikiyə bölünməsini istəyirdilər pulun. Buna görə evi yandırıblar. Bəli, elə işləmiş. Bu biraz ağır Ses yok. Bir konuşlar 2 saat evde evi çili eləyib